2 yıl burun bazar günədir. Bir kəsəlimiz bana vurdu. Doktor dedi, başım aylanırdı, 3 gündən bana dedi. Bir görüb bəlim ismi dedi. Ki, yaxşı əbkə görəmən dedim. Lakin bir üzünüzünü, ahvalınızı görüşüm gerek. EKG kılıp görüş gerek dedim. Lakin birinci fikir vestibüler, yani baş aylanış, baş miyada kanallaşının bozuluşuna baradadan bəli, birinci doktorlarda. Kəsəlim orada, doktor dedi, barama yanınıza, xiva şifağa. Şöyle görüp ərəsin mən dedi. Yaxşı gəlin dedim. Keyin mən öydən çıxıb bazar günədir gəldim. Gərsəm kapının yanında durdularken. Keyin "Salam aleyküm" deyib görüşdüm. Görüşsəm ucu kəlləsi aylanıb durdu. Kaçandan bana bunu deyib soradımdan kardiogram bana gətirdik ki. EKG düşürtürdük. EKG-da yürək infarktı arka divarda olub çıxdı. Ostri halat, ötkir halat deyilədir. Ötkir miyokard infarktı. 3 gündən bana yürüyərlər lekin. Bunda arka divarda, yürəknin arka divarında infarkt olsa, yürəkni impuls beradon yerlərini kan bilan təminlədon, kan tamamla dıqılsa gəlib çıxadı. Arka divar. Şunda abi blokada verədi bulada. Blokada deyən nəsə düşüncə. Tosuq idi. Atrioventrikulyar tosuq verədi. Şu tosuq impuls ötməyəndən keyin, impuls karıncalara ötməyəndən keyin puls 40'a düşüb gedədi. Şunun hesabına başlanış verədi. Lakin yürəkə xas ağrıq belgilər yox. Tipik yürəkli infarkta xas ağrıq belgilər yox, lakin baş aylanışı bilən gələn. Bunun vaxtda hər qanday kəsəldə EKG qılış cüdə zərur. Liboy kəsəldə bu infarktda oylaş şərt emas. Liboy kəsəldə yürəkini etibar alıb qoş getdi, infarktda kabul qılıb şunu EKG qılış gerek. Birinci nəzarətdə EKG qılıb duradan kəsəlliklər var. 2 saatdan ya azanda bir geçdə bir kardiogramma qılıb qoydu. Keyin şu kəsəl sırazı 3 gün yürüyən oyunda infarkt bilan infarktlıqını bildik. Reanimasyonu post çağırıb xiva tümən tibb birləşməsi reanimasyon bölümünə ötürüb şöyle qarab durduk ki o kəsəlni. Keyinçəlik yaxşı oldu, lakin ona kronografiya qılış gərək idi. Kronografiya qılındı o kəsəl keyin.